Ev eşiği düzəltdirdi, özü üçün istəyirdi ki, işə girmişdi, evlənmək istəyirdi. Deyirdi, yox, amma bir gün uzaq yola çıxmaq istəyirəm, getmək istəyirəm. Ancaq ki, başqa cür uzaq yola çıxdı. Deyirdim, amma narahat olma, hər şey yaxşıdır, özünüzdən müğayət olun. Ancaq əmisi ilə danışırdı. Əmisinə deyirdi ki, əmisə evdəkiləri özün başa salarsan. Orada deyir, biz elə vəziyyətdə idik ki, belə necə deyimsə, bir-birinə söz verdik ki, hansımız şəhid olsa ki, yəni ki, nəşimiz yerdə qalmasın da, çatdıraq, itkin düşməyək. O Türkanlı deyir ki, mən apardım özüm, deyir, orada təhvil verdim, deyir, o elçini. Allah'a şükür, dövlət hər şey eləyib bizim üçün. Medalları da verilib, hər şey. Yerdə qalmadı, uşağımın qanı alındı, torpaqlarımız. Allah dövlətdən də razı olsun.